Hazırda Toronto yaxınlığında, hardasa bir 70-80 kilometr aralığında bir William Akademidəyik. 9-12-ci sinif təhsil oxumaq istəyən məktəblər üçün həqiqətən burada çox gözəl şərait yaradılıb. Hal-hazırda bunların idman zalındayıq. Burada həm futbol, basketbol filan, bütün bunların hamısı var. Həmçinin bu məktəbdə hibrid təhsildir, ondan sonra yerləşmə məsələsidir, burada yəni qalmaq məsələsidir. Hamısı ən yüksək səviyyədədir. Həqiqətən Kanada üçün qiymətlər də çox münasibdir və bütün bunlarla bağlı məlumatları paylaşacağım sizlə. Viza alınma məsələsində də demək olar ki, məktəblər üçün 100% viza məsələsi həll olur. Yəni akademiyanın özündə hər cür demək olar ki, təchizatla təmin olunubdur. Yatmaq məsələsidir, təhsil məsələsidir, idmandır, yəni disiplin məsələsi. Yəni həqiqətən hər tərəfli baxdıq. Hər şey ən yüksək səviyyədə təmin olunubdur.